Mövzumuz oldu qadağan nişanları. Qadağan nişanları adından göründüyü kimi bizə hərəkəti qadağan edir. Qadağan nişanları bizim 3 nömrəli nişanımızdır. Biz bilirdik ki, bizim 7-dən yol nişanımız var idi. Hal-hazırda üçüncüsündə qadağan nişanları. Burada var 3.1 nişan. 3.1 nişanı giriş qadağandır nişanıdır. Baxın, qarşımızda əgər bizim 3.1 nişanı görəriksə, bu bizi o getməli olduğumuz istiqamət hərəkət etməyimiz qadağandır. Amma oradan maşın gəlir deməkdir. Yəni qısacası belə deyim də sizə. Bizim qarşımızda bu nişan varsa, biz ora gedə bilmiriksə, deməli o tərəfdən gəliş bir istiqamətlidir. Yəni bir tərəfli yoxdur. Maşınlar oradan gələ bilir, biz gedə bilirik. Bundan sonra başlayır bizdə burada baxın, eyni qayda. 3.1 nişandır, giriş qadağandır, mən ora gedə bilmərəm. Bəs necə gedə bilərəm? Mütləq gedim gələm göstərilən istiqamətlə fırlanam, gələm həmin yerdən keçsin. Başqa yolum yoxdur. Burada giriş qadağandır nişanı oxla zolağı göstərir. Həmən zolağı qadağandır. Yəni bu zolaq olar, bunlar olar. Yəni sağ zolaqda giriş qadağandır. Adətən bu zolaqlarda nəqliyyat vasitəsinə giriş qadağan edildiyi halda ümumi istifadədə olan nəqliyyat vasitələrindən avtobusları falan izin edilir. Hə, Minik avtobuslara avtomobil elə olmaz. qabaqda Bəli, bəli, avtobus bax, var, hə, aha, ondan var. Onu qoyub baxmadım. 3.2 nişan hərəkət qadağandır nişanıdır. Bu hərəkət qadağandır nişanında artıq məsələ nədir? Nə sən ora girə bilərsən, nə də oradan maşın gələ bilər. Bunu heç kəs girə bilməz. İndi müəyyən istisnalar var. Birazdan o istisnalarsa deyək. Yəni hansı hallarda olar. Olar da buna, yəni mütləq deyil olmaz. Amma o istisnalar birazdan deyəcəksiniz. Bu 3.2 nişandır. Hərəkət qadağandır nişandır. Nə sən keçə bilərsən ora, nə də oradan nəqliyyat vasitəsi gələ bilər. Olmaz. Bax, bu artıq 3.2 nişanı, hərəkət qadağanlı nişanı kimi var. Bu sola hərəkəti qadağan edən nişandır. Altında əlavə məlumat nişanı var. Bu artıq bu nişanın köməyi ilə sənə bilirsən ki, sola dönə bilməzsən, sola hərəkət qadağandır. bilməzsən. Bilməzsən, xeyr olmaz. 3.3 nişan, mexaniki nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Bu artıq mexaniki nəqliyyat vasitələrinin hərəkət qadağandır. Bəs mexaniki nə edir? Mexaniki motoru olan nəqliyyat vasitələri demişdik. Aydındır, format. Baxın, velosipedə problemi yoxdur. Velosipedi sürən şəxs Gedə gedə bilər. bilər. Velosiped nəqliyyat vasitəsidir. Demişdik ki, insan əzəlisinə gedir. Bura gedə bilər. Amma digər Avtomobil. avtomobilləri falan olmaz. Bunlar olmaz. 3.4 nişanı yük avtomobillərinin hərəkəti qadağanlı nişanıdır. Kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin getməli olduğu istiqamət hərəkət qadağandır. Eyni qayda ilə burada belə bir dənə nişanımız var bizim. Bu məsləhət görülən nişandır. Bunu istəyəcəksiniz. Baxın, bizim çıxmışıq deyən bir dənə yol ayrıcına belə bir dənə nişanlar var qarşımızda. Bu o deməkdir ki, həmin istiqamətdə, yəni kütləsi 3,5 tondan çox olan yük avtomobillər gedə bilməzlər. Bu sənə məsləhət görür ki, sən bu tərəfə gedəsən. Məsləhət görür, məcbur eləmir. İstəmirsən getmə bu tərəfə, bu tərəfə get. Aydındır, problem yoxdur. Amma məsləhət görürsən ki, bu tərəfə getsə daha yaxşı olur. Bunun üçün. Bundan sonra bizdə var burada 3.5 nişanı motosikletlərin hərəkəti qadağandır. Yəni motosikletlər nəzərdə tutulan istiqamətdə gedə bilməzlər. Cızı bilmirizə. Motosikletlər. Traktorların hərəkəti qadağandır. Traktorların hərəkəti qadağandır. Traktorlar həmin istiqamətdə gedə bilməzlər. Olmaz. Qoşqu ilə hərəkət qadağandır. Qoşqu ilə hərəkət yük avtomobillərinə qoşqu ilə hərəkəti qadağan edilir. Minik avtomobillərinə qoşqu ilə hərəkət qadağan deyil. Yük avtomobillərinə qadağan, minişə qadağan. Ondan sonra ümumiyyətlə yedəyalma var ha. Bax bu iplə dartılmayanlar yedəyalma deyirlər. Yedəyalma. Yedəyalma hər bir halda qadağandır. İstər minikə, istər üç. Yəni belə bir şey gedirsə iplə bir-birini dartırsa, artıq bu nişan daxilində gedə bilməz. Olmaz. Heç vaxt izah edir. Bu nişan olmasa gedə bilər. Olar. Bax, qoşqun hərəkət qadağandır. Kim gedə bilər? Onlar gedə bilərlər ki, minik avtomobilləri. Yük avtomobilləri qoşqu ilə getməsi olmaz. Qadağandır. İzah edirsən. At arabalarının hərəkəti qadağandır. At arabaları həmin istiqamətdə getməli olmaz. İcazə vermir. Velosipeddə hərəkət qadağandır. Yəni velosipedçiləri hərəkəti qadağandır. Amma belə bir şey var. Altında əlavə məlumat nişanı var. Sağa, sola hərəkət qadağandır. Amma və onu da deyim sizə ki,
Misal üçün, birdən sizin velosiped xarab olur. Siz velosipedin üzərində getmirsiniz. Velosipeddən düşmürsünüz. Velosipedi tutmuş səninizlə gedirsiniz. Siz ayağına gedirsiniz, yəni velosiped. Bu artıq velosiped sayılmır. Siz gedə bilərsiniz. Məsələn, de ki, sən sağa dönmək istəyirsən, velosipedlə gedirsən. Velosipeddən düşürsən, velosipedi əlində tutursan belə, məsələn, gedirsənsə, yəni sürmürsən də, olur. Problem yoxdur. Aydındır belə. Yəni velosipedin üzərində olmaz. Belə zannımsın. Olmaz. Piyadaların hərəkəti qadağandır nişandır, piyadalar olmaz. Aha. Getmək istəsə bu istiqamətdə olmaz, yəni buradan belə fırlansın, getsin o tərəfə. Kütlənin məhdudlaşdırılması. Nəzərdə tutulan istiqamətdə göstərilən həddən artıq olan nəqliyyat vasitələrinin həmən istiqamətdə getməsi qadağandır. Bu artıq məsələn biz göstərir ki, körpünün üzərində maksimal sürətlə yük 7 tondur, yük 7 tondur. Yəni sən 7 ton artığını gedə bilməzsən. Olmaz, cəza verirsən. Cəza vermiş olmaz. Baxın burada, məsələn 10 tonluq yüklü getməsi üçün maksimal halda, sən baxırsan ki, maşında da var, bir də qoşquda qoşmursan, 13 tondur. Bəs necə olacaq? Gərək sən körpüdən keçirsən, məsələn, 8 tonu lazım olan yerdə boşaldırsan, ondan sonra gəlib 5 ton alarsan. Birbaşa 13 tonuna keçə bilməz. Olmaz. Oxa düşən ağırlığın məhdudlaşdırılması, nəqliyyat vasitələrində oxa düşən ağırlığın çəkisi dəyişir. Minik avtomobilində ayrı çəkini olur, yük avtomobilində ayrı çəkini olur. Əsasən, oxa düşən ağırlıq arxa oxa daha çox düşür. Çünki yükün çəkisi, ağırlığı, götürülə biləcəyi həcm arxa oxda daha çox olur. Oxa düşən ağırlıqdır. Nə demək istəyirəm burada? Bax, minik avtomobillərində, maşında iki də oxu olur da, qabaq təkərlərin oxu, bir də arxa təkərlərin. Bax, belə izah verəsən. Deyək ki, mən buradan sonra uyğun götürürəm. Məsələn, maşının var qabaq təkərinin birləşmə hissəsi, bir də var arxa təkərində. Bax, belə. Buradan da belə bir dənə oxdur. Ox bunlardır ya. Bax, bunlar oxlar sayılır. Oxlar bunlar sayılır. Məsələn, burada da belə deyək ki, maşının necə təkərləri var. Məsələn, burada belə bir dənə təkər oxşamalı. Nəsə qoy bunu qərar edir. Bax, belə bir şey. Məsələn, deyək ki, bunlar maşınlardır. Söhbət bu oxlardan gedir. Qabağa arxa uçaqdan gedir. Yük avtomobillərində və yaxud da ki, ümumiyyətlə əksər maşınlarda o bağaz hissə, kuza hissə deyil. O arxada olur. Elə deyil. Ona görə arxa oxa ağırlıq daha çox düşür. Məsələn, ümumən yükün təxminən 60-65%, hətta 70%-ə yaxın hissəsi düşür hara? Arxa oxa. Necə? Baxın ki, avtomobillərdə olur ki. Belə. Amma minikdə deyil. Minikdə xırda arxa hissəsi var, bağacı var deyə də. Yəni götürülmə hissəsi arxada daha az olduğuna görə. Minikdə təxminən qabaq oxa düşür ağırlıq məsəl üçün 40-45%, arxa oxa düşür 55-60-50%. Aydındır? Bax, oxa düşən ağırlıq buna görə ayarlanır. Bunun üçündür. Hündürlüyün məhdudlaşdırılması, getməli olduğumuz istiqamətdə, məsələn, belə nişan quraşdırılıb ki, bizi məlumatlandırır. 20 metrdən sonra sən çatırsan körpüyə. Körpü ilə asfalt arasında olan məsafə hündürlüyü məhdudiyyəti 4 metrdir. Bu arada sınaqda yazılan rəqəm şərti rəqəmdir. Bundan az da ola bilər, bundan çox da ola bilər. Enin məhdudlaşdırılması, bu daha çox sıx yerlərdə olur. Tunellər ola bilər falan, körpülərin müəyyən bir istiqaməti ola bilər. Bax, belə. Mən məsafədə keçmə olmaz. Hə, məsələn, sənin misalında burada göstərsən ki, maksimal nəqliyyat vasitəsinin en çəkili hissəsi, məsələn, 2 metr 70 sm. Məsələn, daha enli nəqliyyat vasitəsinin burada keçən misalında 12 ilməsi olmaz. Bəli, zaten belə deyim də, ümumiyyətlə biz bilirik ki, bir zolaq nəqliyyat vasitəsinin 3 metr nəzərə alır. 3 metr. Yəni 3 metr bir dənə zolağa düşür, 3 metr bir dənə zolağa düşür. Burada ümumən 2.70-dirsə misalsın. Yəni bu artıq bir zolaqlı yoldur da, belə zannəsən. Məsələn, buradan artıq bir dənə maşın keçə bilər o tərəfə. İkisi eyni vaxtda keçə biləcək körpünün altından. Keçə bilməz. Aha, bəli. Gələ biri keçsin bunun altından, sonra o birisi keçsin. Motosiklet falan okeydir, ya keçə bilər. Amma eyni vaxtda iki nəqliyyat vasitəsi, iki maşın keçə bilməz, olmaz. Avtomobil keçə bilməz, olmaz. Və burada artıq var. Həm hündürlüyün məhdudlaşdırılması var, həm də enin məhdudlaşdırılması. Və bu istənir. Uzunluğun məhdudlaşdırılması. Əsasən uzun ölçülü nəqliyyat vasitələri aiddirlər. Doğrusundur.
məlumatlandırır bizi ki, 300 metrdən sonra, yəni obyektə qədər məsafə 300 metr qalır. 300 metrdən sonra gələcək uzunluğun məhdudlaşdırılması. Belə bir şey. Sonra minimum ara məsafəsi. Nəqliyyat vasitələri arasında məsafə, yenə deyirəm, nişanda göstərilən məsafə şərt rəqəmdir. Az da ola bilər, çox da ola bilər, 10 metr. Yəni sən buradan keçəndə 10 metr məsafəni gözləməlisən. Sən keçirsənsə, qabaqdakı ilə öndəki, arxadakı arasında məsafə 10 metri gözləmək lazım. Bu arada 10 metr deyiləndə indi düşüb ölçmürsən ki. Yəni qismən Təqrib gözləri şəkildə. məsafəni gözləməlisən. Bunu Minimum. Ha, o. Minimum ara məsafədir, minimum. Bu yuxarıdakı mən onu 15. aha bu 3.15 nişanı. Bəli. Uzunluğu məhdudlaşdırılmaz. Bu uzun ölçü nəqliyyat vasitələri var idi, uzunluğu 24 metr. Uzunluqda. Bu məsəl üçün var idi, eyni var idi, hündürlüyü var idi, biraz da uzunluğu. Maşının uzunluğu deyir ki, 10 metrdən çox olmaz. Onun üçün bu məsəl üçün belə illərdə də ola bilər bəzən olsun. Məsələn, deyir, daha uzun olsa həmin o istiqamətin dönməsi ki var, dönə bilməz bəzən, hə, ilişəcək bəli falan. Dar yolları daha çox olur ki, məsəl üçün çox uzun olan maşın dönə bilməz, keçə bilməz həmin yerdən olur. Olsun. Sonra burada var bizdə gömrükxana. Gömrükxana dayanmadan keçmək qadağandır. Yəni gömrük stenti varsa artıq, sən saxlayırsan, maşına baxırlar, yoxlayırlar, hər şey qaydasındadırsa, o zaman keçirmirsən. Birbaşa keçmək sığır bizə. Deyicə təhlükə. Ümumiyyətlə, deyicə nişanı bütün nəqliyyat vasitələrinin hərəkətini qadağandır. Bütün nəqliyyat vasitələrinin. Yəni nəqliyyat vasitəsinin ölçüsündən, növündən asılı olmayaraq, bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bizə sual verirsə, hansı nişanda bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edir, deyicə? Həm o ancaq gömrükdə yerləşdirilir, onun Deyicə, yox, gömrük ayrıdır, deyicə ayrıdır. O- Ayrı şeylərdir. Bu təhlükəli yerlər ola bilər, misal üçün də, təhlükənin çox olduğu, misal üçün belə izah versəm də, minalanmış ərazi. Elə o sözlər yazılır da, o işarə. Bəli, bəli, bunun üstündə var. Tankerdir, Bəli, bəli, dinkerdir. bəli. Bunlar yazılır, bəli. Məsələn, müəyyən ola bilər. Məsələn, Qadağan top nakillərin olduğu yer ola bilər, minalanmış ərazi ola bilər falan. Bax, onlarda quraşdırılır ki, qabağında şey olmaz. Olub da o getməsə qaydası. Həmin istiqamı keçəməz. Yəni bizim rayonlarda rastlanmaz da, Biz yəqin. nə görmüşük, hə? Hadi görmüşük. Sağa dönmək qadağandırmışıq. Sağa dönmək qadağandır nişan var burada. 3.18.1 nişanı. Yol ərzində quraşdırılır bu nişan. Yol ərzinin, əgər yol ərzində birinci ayrı zolaq varsa, yol ərzinin birinci ayrı zolağının kəsişməsinə qədərdir. Bax, bura qədər görürsünüz. Buradan olacaq, buradan dönə bilərsin. Problem yoxdur. İkinci anı deyək. İkinci kəsişmədə okeydir bunlar. Birincidən olmaz. Yenə qısacası, birbaşa yol ərzinin qarşısında quraşdırılır. Məsələn, bax, belə deyim də, sən bunu bura çatmaqla məsələn də 20 metr qalmış, 50 metr qalmış görməzsin. Birbaşa həmən yerin qarşısında quraşdırılır. Sol dönmək qadağandır nişanı. Yenə eyni qayda. Əgər yolda ayrı zolaq varsa, İşte yəni var məndə, yoxsa var. Var, görmüşəm. rayonlarda var. Var, bir də var, yanında da, yaxınlarda da var. Bəli. Kursun ətrafında da var. Bax, bu sola dönmək qadağandır nişanıdır. Sola dönmək qadağandır nişanı, sola dönməyi bizə qadağan edir. Amma bir dəyişəklə. Əgər yolda ayrı zolaq varsa burada, ayrı zolaqın birini çəkməsinə aid. Belə deyək də, birdən yolda bu ayrı zolaq olmasaydı, bax, məsələn, bu nişan yoxdur, bax, burada gördüyümüz. Bu birdən belə olmasaydı burada, artıq bu nişanın qüvvəsi, bax, bura var, ha, bax, bura. Bütün bu yola aiddir. Sol yerin hamısı aiddir. Sən bura dönə bilməzdin. Ümumən olmaz. Amma burada artıq burada ayrı zolaq var deyim. Ayrı zolaq olduğuna görə bu nişanın qüvvəsi bunun birinci kəsməsinə aiddir. Yəni buradan olmaz. Çünki bu bir tərəfdən olur. Aydındır? Olsun. Bax, fikir versəniz. O yol heç mənə aydın olmur. Bax, bu nişan var burada sol dönməyə. Bu artıq bu tərəfə dönə bilməz. Bura ümumiyyətlə sənə dönməyəcək. Bax, buradan gəldin belə, bura ümumən olmaz. Amma burada isə elə deyil. Burada misalsın sən, bax, burada görsən, bax, gəlirsən buradan, bura olmaz gibi. Bax, bura gedə bilməzsən. Amma buradan bura gedə Geri bilərsən. qayda bilərsən. Bura gedə bilərsən. Sonra buradan belə geri qayıdıb gələ bilərsən. Okey olar. Problem yoxdur. Bax. Sonra burada var, geriyə dönmək qadağandır nişanı. Sağı olar, düz olar, solu olar, amma geriyə olmaz. Ötmək qadağandır nişanı. Ötmək qadağandır nişanı nəqliyyat vasitəsinin ötməsini qadağan edir. Yəni bütün nəqliyyat vasitəsinin ötməsi qadağandır.
Bütün nəqliyyat vasitəsini ötə bilməzsən. Köyünü orkestra yolcusu. Var idi bak. Ötmək qadağandır. Ötmək qadağandır. Ve yolu bilirdi o anlamda. Hə, indi daha avtomaksimal gedirik deyənə biz buradan istifadə edirik. Ötmə qadağandır nişandır. Burada var bir də qadağan nişanlar içərisində var ki, misalsın ki, müəyyən qadağan nişanlar ki, məsələn, bunun qüvvədən salan nişanları da var. İndi bunu göstərəcəm sizə. Bax, məsələn, ötmək qadağandır, okey. Bəs hansı halda ötə bilərəm? Necə? Bax, ötmək qadağandır nişandır bu. Bəs mən hansı halda ötə bilərəm? Bax, 3.20 nişanı ötməyi qadağan edir. Amma əgər onu əvəzləyən 3.21 varsa, nə edəcək? Həmin o zaman bitdiyi. Aydındır, artıq ötə bilərsən. Ötə bilərsən. Sonra 3.22 nişanı nə edir? Yük avtomobillərin ötməsi qadağandır. Yükün qadağanda. Qadağan. Miniş olar okeydir. Amma yük olmaz. Yükün qadağandır. Yaxşı. Minişi ötə bilməz, yük ötə bilər. Okeydir. Bir də var, yük avtomobillərinin qüvvədən düşdüyü. Artıq ötə bilərsən. Maksimum sürətin məhdudlaşdırılması nişanı. Buna deyiblər radar rol nümunəyə qadağanmışam. Yəni bax, göstərilən hədd 50, düzdür? Əgər sən 50-dən çox ilə gedərsənsə, 60-dan, 70-dən radara düşəcəksən. Olmaz. Tamam. Burada yazdı 50, bir iki 50 Hə, yəni getməli olduğun zona 50-dir artıq. 50-dən çoxunu aşa bilməzsən. Sən 50-dən çoxunu aşarsansa, məsələn, 50-dən çox dediyimiz, yəni 59-a qədər gedərsən. 59-a qədər gedərsənsə, məsələn, qabaqdan polis əməkdaşının maşını gələrsə, sən keçən zaman radara düşməyəcəksən. Yox, artıq sən keçirsən 60-dan falan, olmadan falan cəmləşəcəksən. Yəni, bax. 50 biraz da 59'a kadar gidip gelebilirsin ama. Bu avtomagistralda da belədir. Məsələn, 110 sürət qoyurlar, 119-a qədər olur. Ben 60'sa 69'a kadar olar. Size çok 60'dan önce. Hə, olur. Tabii. Bax, həmin o sürət 40-dırsa 49. Bu artıq deyir bizə ki, 100 metrdən sonra obyektə qədər məsafə var. Hansı ki, sürət həddi 50, bir də nahamar yoldur. Nahamar yolun məsafəsi 100 metrdir, yəni dərə-təpə yolu. Bir də maksimal sürət 50-dir. Bəs yaxşı, bu 50 sürət nə qədər sürməlisənsə, 300 metr. Bunlar əlavə nişanlardılar, bunlar keçəcəksin. Nişan bu, sən maşını sürəcəksən 50 ilə, nə qədər sürəcəksən? 300 metr. 300 metr getməlisən 50. Bax belə. Eyni qayda ilə 3.25 nişanı maksimum sürətin bitdiyi ərazidə artıq. Bir də solun üstüne Bəli, üstündən xətt varsa artıq bitdi. Səs siqnalı vermək qadağandır. 3.26 nişanı. Yaxşı, okey. Bəs səs siqnalını hansına verə bilərsən? Sən səs siqnalını o zaman verə bilərsən ki, yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Yaxşı, necə ola bilər? Məsələn, yol gedir, görürsən ki, qabaqda gedən maşın sürücü rolda yatıb, yuxulayıb yatıb. Maşın gedir sağa, gedir sola falan. Sən o zaman siqnal verib onu edə bilərsən. Yəni, məcburiyyət olduğu halda. Nişan varsa olmaz. Amma məcburiyyət varsa olur. Dayanmaq qadağandır nişan. Baxın, dayanmaq qadağandır nişan. Dayanmaq nə idi? Bir də var, durmaq qadağandır nişan var. Dayanmaq demişdik, yüklərin yığılması, boşaldılması, vaxtla yekunlaşması dayanmaq idi, yekunlaşması durmaq. Bax, burada da eləyəcək. Nişan varsa, dayanmağa və bu nişan varsa, 3.20 nişan. O həm dayanmağa qadağan edir, həm də durmaq. Durmaq, ikisi var üstün. Amma bu nişan varsa, durmaq qadağandır nişan. Bizdə var mı? Var. Bizdə kursun bu bölümdə, 100 gün bankın qabağında. Hə, 100 gün bankın qabağında var burada. Burada var, dayanmaq, durmaq qadağandır nişan. Hərbiyyət, dayanmaq və durmaq demək deyil bəyə. Yox, indi izah edirsiniz. Bax, dayanmaqda vaxt məhdudiyyəti var, durmaqda vaxt məhdudiyyəti yoxdur. Məsələn, biz demişdik ki, maşında əgər tək oturmuşamsa, mən durmaqdayım. Yəni, mən bilmirəm, taksi sürücüyəm deyək ki, oturmuşam maşında, gözləyirəm sərnişin gələcək, mən durmaqdayım, bilmirəm sərnişin nasıl gələcək. Ola bilər ki, 2 saat yiyəməz, ola 5 saat Bunda yiyəməz. bir dənə işarət. Bunda bir də işarət. Həm dayanmaq, həm durmaqda isə, X. bir də var idi, məcbur dayanma var idi. Məcbur dayanma o idi ki, misalsın ki, maşından problem yarandı, nasazlıq oldu falan, bu məcbur dayanma idi. Belə. Bir də məcburi dayanma olduğu halda problem yarandı maşında, sənin nəqliyyat vasitəndə qəza dayanma nişanı olmalıdır, uçacaq. Bu nişanı ən azı maşından 30 metr məsafə ilə qoymalısın. Bundan sonra bizdə burada var,
Dayanmaq, durmaq qadağan nişanı eyni qayda ilə həmən sağ hissədə nəqliyyat vasitələrinin dayanmasını və durmasını qadağan edir. Bir də bu nişanın 3.27 nişanı adətən 1.4 nişanlanma xətti ilə işlənə bilər. Bu sarı düz xəttlə. Bəs necə olur işlənsə, nişanın qüvvəsi xəttin uzunluğuna qədərdir. Bax, məsələn, burada necə saxlaya bilərsən sən? Maşınla gəlirsən, xətti keçirsən, saxlayırsan. Burada olmaz. Təsir gücü belə qədərdir. Bundan sonra saxla. Okeydir o. Aydındır. Okey. Yenə deyirəm, bunlar əlaqə nişanlardılar. Bunlara keçəcəmsə, burada var, bax, nişanın qüvvəsi 500 metrdir. Oxla göstərir 500 metrdir. Burada nişanın qüvvəsi həm nişanın özünə qədər, həm nişandan sonradır. Burada da var ox aşağıya doğru. Nişanın qüvvəsi artıq burada bitir. Bu da o demək. Nişanın qüvvəsi artıq burada bitir. Sonra bizim nəyimiz qaldı burada? Bizdə burada qaldı durmaq qadağandır nişanıdır. Durmaq qadağandır nişanı artıq bax həmin ərazidə durmağı bizə qadağan eləmiş olur. Magistral yol mənim yoxsa? Yaşayış məntəqəsində kənar yoldur. Məntəqə daxilində də olublar, kənarda olublar, fərq etməz. Bu nişan. Bu nişan 3.28 nişanıdır. 3.28 nişanı işlənə bilər fərq olaraq 1.10 nişanı ilə. 1.10 nişanı sarı qırqırı xətt. Yenə eyni qayda ilə nişanın qüvvəsi xəttin uzunluğuna qədərdir. Məsələn, sənə icazə vermir durmağa. Bəs haçan olar? Xəttdən sonra olur. Aydındır. Qırqırıq xəttdən sonra okeydir, amma qırqırıq xətt tərkibində olmaz. Bunlar. Ayın tək günləri durmaq. Qadağanda nişanı var burada. Ayın tək günləri dediyimiz bax belə. Necə olur mənim? Ayın 1-i, ayın 3-ü, ayın 5-i, ayın 7-si. Mən fərq edirəm. Bu bizdə görməmişəm valla. Ayın tək günləri bizdə vermir. Nişan özü tələb olur. Nişan özü tələb olur. Bir də ayın cüt günləri durmaq qadağandır. Bizdəki insanlar qarışdırar o günlər. Bəlkə elə bir qanun olsa. Bir də ayın cüt günləri var. Yeni qaydalar. Hə, var. Hansı maşın? Ayın cüt günləri durmaq qadağandır. Görsən Türk günlərdə günlər maraqlıdır. Böyle bir şey. Tamam. Bundan sonra bizde ne var? 3.31 nişanı var burada. Bak bu nişandır. Bu nişan müəyyən qadağan nişanları ki var. Hansı ki qadağalar idi ya, qadağan idi, olmazdı, getmək, qalmaq falan. 3.31 nişanı işlənəndə, bax izah verirsə göstərin. 3.31 nişanı işləndiyi halda bizdə burada 3.16 nişanı. Bax 3.31 nişanı işlənsə 3.16 nişanı qüvvədən düşür. 3.20 nişanı qüvvədən düşür. Yəni qadağan edici ötmək ötə bilərsin. 3.22 nişanı qüvvədən düşür. 24 nişanı qüvvədən düşür. 26-nı qüvvədən salır. Ta ki 27, 28, 29, 30, bir də 33 nişanı qüvvədən salır. Yəni birdən qarşımızda 3.31 nişanı olsa, bizə qadağan edilən müəyyən nişanlar ki var idi. Bunlardan bax, bunlar qüvvədən düşür artıq. Ara məsafəsi, ötmək, yük avtomobillərin ötməsi, maksimum sürət, səs siqnalı, dayanmaq, durmaq, bax bunlar artıq qüvvədən düşmüş olur. Bax belə bir şey. Bunlar olsa aydındır. Bunlar olsa, bunlar artıq qüvvədən düşmüş. Bundan sonra bunlar olacaq. 3.35 dənəsə bax, dediklərin qüvvədən düşür. Bunları yazacağıq biraz aslında. Qeyd apararıq ki, yadımızda qalsın, lazım olacaq bizə. Ehtiyat üçün ayrılmış duracaq yeridir. Yəni maşında nəsə sorun olursa, problem yaransa, ehtiyat üçün ayrılmış duracaq yeri var burada. Bu nişan olsundur. Bir də nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq sürətin məhdudlaşdırılması. Yəni hansı kateqoriyada olan nəqliyyat vasitələri hansı sürətlə gedə bilər? Aydınlıq olsun. Təhlükəli iş olan nəqliyyat vasitələrinin hərəkət istiqamətidir. Düzünə, sağa, düzünə, sola bax, bunlar var orada. Bir də partlayıcı, tez alışan, yanacaq doldurma məntəqəsində olan maşınlar ki olur, benzin kolon maşınlar, bax olur. Bunlar olmaz. Bax, müəyyən qadağan nişanları ki var idi, bunların içərisində əlillərə şamil edilməyən qadağan nişanları var. Hansı ki, əlillərə o nişanlar şamil edilmir. Əlillər həmin istiqamətə gedə bilər. Qüsur olan şəxslər falan problem yoxdur olur. Bunlar hansı nişanlardır? Bax, əlillərə şamil edilməyən nişanlar 3.2 nişanıdır. Biz bayaq demişdik, hərəkət qadağandır nişanı. Əgər qüsur olan şəxsdirsə, həmin istiqamətə gedə bilər. Olar. Sonra, bəli, hərəkət qadağandır, yazılacaq bizə var. Sonra 3.28 nişanı durmaq qadağandır. 3.29 nişanı ayın tək günləri, 3.30 nişanı ayın cüt günləri.
Bax, bu nişanlar əlillərə şamil edilir. Əlillərə okey də olar. Olar. Bir də hansı qadağan nişanlardır ki, biz həmən qadağan nişanların tərkibində, həmin müəssisədə yaşayırıqsa, həmin müəssisədə işləyiriksə, çalışırıqsa, bizə olur. Amma həmən yerə ən yaxın yol ayrıcından girib çıxa bilərsiniz. Bax, bunlar hərəkət qadağandır. Mexaniki nəqliyyat vasitəsi hərəkət qadağandır. Yük avtomobillər, motosikletlər, traktorlar, qoşqu, bir də atırıqlar. Bunlar həmin müəssisədə yaşayırsansa, işləyirsənsə, xidmət göstərirsənsə, o zaman olur. Ən yaxın yol arasında girib çıxa bilərsən. Bir də bizə sual verilsə ki, hansı qadağan nişanlardır ki, özlərinin əvəz edicisi qüvvədən salır, diri 3.20-ni 3.21, 3.22-ni 3.23, 3.24-ü 3.25 baxın. Məsələn, bayaqları ötmək qadağan idi, qüvvədən saldı. Yük avtomobil ötməsi qadağandır, qüvvədən salır. Onlar da arasında məsafə var. Yox, Məsələn, məsələn, işarə ilə də görünmür işarə. çay. Amma bir dənə bir şey var. Hə, belə konkret məsələ görə soruşursa, yol arasında qüvvədən düşə bilir. Məsələn, gəlirsən, növbəti yol arasında qüvvədən düşə bilir. Aydın mı? İndi dəftərimizə açıq zəhmət olmasa, bir işi qeydlərimizi yazmalıyıq sizinlə.